yaşadığımız yer ilə, məkan ilə, bir sözlə torpaqla öyünürük. Bəs mədəniyyətimizlə insan yavaş-yavaş bu mənbədən uzaqlaşır sanki və ekranlarda səs artır, mənalar itir, sürət artır, dərinlik itir, sözlər səthi olur, musiqi səs-küyə çevrilir və insan o içindəki dərinliyi tədricən itirir. Çox təəssüfdür. Yəni, bayağılıq təkcə zövqsüzlük deyil, o ruh kəsadlığıdır, kasıblığıdır və zövqlü, keyfiyyətli məzmun insanın özünə hörmətidir deyə düşünürəm. Kim gözəlliyi ucuzlaşdırırsa, əslində öz ruhunu ucuzlaşdırmış olur. Ədəbi zövqün itməsi, o düşüncənin dayazlaşmasına, o kübarlığın itməsi isə o ünsiyyətin keyfiyyətinin enməsinə səbəb olur. Və öz dəyərlərini tanımayan bir cəmiyyət asanlıqla yad təsirlərin əsarətinə düşür və orijinal kimliyini, unikallığını və müstəqil fikrini itirir deyə düşünürəm.